Köpün ən çox yaradan nədir? Ən çox köpü yaradan mədə-altı vəzin xəstəlikləridir, ödün xəstəlikləridir. Yəni bunlar qarşılıqlı sürətdə gedir. Diqqət edək. Məsələn, ödündə qatlaşma, ödündə iltihabi xəstəlik, ödündə polip, ödündə daş olan insanlar diqqətli olmalıdır. Əgər sizin ödünüzlə bağlı hər hansı bir problem varsa, ödün bağırsağa gəlmə problemi pozulduğuna görə orada yağların sorulması prosesi pozulur və bu nə bağırsaqda sorulma prosesi pozulduqda həzmsizlik, yəni kök problemi yaranmasına gətirib çıxara bilər. Ödünüzdə olan daş digər tərəfdən sizin mədə-altı vəznində funksiyasını pozduğuna görə mədə-altı vəzində ifraz etdiyi fermentlər bağırsağa normal tökülmədiyinə görə orada, yəni bağırsaqda mədə-altı vəz tərəfindən də həzm pozulduqda xəstələr ciddi kök problemindən əziyyət çəkirlər və kök özü biraz əzab verici bir problemdir. Nəyə görə? İnsanlar həddindən artıq köpəndə nəfəs alma çətinliyi yaranır. Hətta o kök bağırsaqlardan mədəyə doğru dolur və xəstə onu gəyirmə hissi ilə özünü göstərir. Pasientlərdə diafraqmanı basaraq ürəyin və akciğərlərin sıxılmasına səbəb olur. Xəstə tövşümədən, təngənəfəslikdən şikayətlənir, ürək döyüntülərindən şikayətlənir, təzyiqin tez-tez yüksəlməsindən şikayətlənir və bunlar biraz ciddi problemlərdir, diqqətli olmaq lazımdır. Ona görə də hər bir insan əgər kök problemi varsa, mütləq həkim nəzarəti altında bu kökün yaranma səbəbini tapıb aradan qaldırmalıdır. Çünki siz bəzən kök olduqda həkimə müraciət etmirsiniz. Həkimə müraciət etmək əvəzinə kök problemi olursa, gedib öz başına, yəni qohumun, qonşunun, nə bilim, aptek işçisinin dediyi kök dərmandan istifadə edirsiniz ki, bu da sizdə bəzən kök problemini aradan qaldırmağa maneçilik törədir. Ona görə əgər kök probleminiz olursa, birinci səbəbi tapılmalıdır. Gördünüz nə qədər səbəb saldım? Bağırsağın səbəbi, mədə-altı vəzin, özünün, ödün, yaxud deməli mədənin problemləri var ki, bunlar kök yarada bilər. Ona görə də hər birinizi kök problemindən əziyyət çəkəndə heç olmasa gəlib bir dəfə ya robot testin check-up müayinəsindən keçin, ya ultrases müayinəsindən keçərək yaranmış probleminiz nədən ibarətdir, onu araşdırın, tapın və sonra müalicəni o istiqamətə aparın ki, əzab verici o simptom kök problemi sizi bir daha narahat etməsin.